Dararam darat daram dirit di da da da. Dararam darat daray dirat day dirat day. Hansı filmimizdə hörmətli tamaşaçılar? Bəs keçən efir mən deyəndə ki, bizim Ruslanımız müğənniliyə başlayıb mənə inanmayanlar var idi ya. Gördünüz? Gördünüz? Adam çörəyini tapdı. Adam çörəyini tapıb, adam düzgün yola gəlib və mən təklif eləyirəm ki, Düzgün yolun sağlığına. 0-0 alkoqolsuz Xırdalanı içək məhz Ruslanın sağlığına. Xırdalan 0-0-ın sponsorluğu ilə Tura Baxışa baxırsınız. IQ Sportsun media layihəsi. Bizim əsas sponsorumuz Xırdalan 0-0. Gördüyünüz kimi hər buraxılışımızda, hər verilişimizdə yanımızdadır və biz də onun dadından faydalanırıq, yararlanırıq. Kommentlər bölümündə, rəy bölümündə yazırsınız spirtli içkilərlə veriliş çəkmək olar. Ay nə bilim spirtli içkiləri təbliğ edirsiniz, reklam edirsiniz. Qardaş pivə ola bilər. Bunun spirtli növü də ola bilər. Amma biz təqdim etdiyimiz və təbliğ etdiyimiz, reklam etdiyimiz bu məhsul sıfırdır. Tərkibində 0.0001 alkoqol, spirt belə olsun yoxdur və rahat şəkildə hətta bunu içib sükan arxasına, avtomobilinizə əyləşərək istədiyiniz yerə də gedə bilərsiniz. Bunlar əlavə edeyim də. Əlavə eləyə bilərsən. Alik də bunu əvvəlki buraxılışımızda vurdu. Yox, mən həmişə deyirəm, bunu Hər dəfə də vurdu. mənə zəng eləyirlər, dostlar, qardaşlar zəng eləyirlər ki, bəs düzgün dörsən, özün ibadət eləyirsən deyə, yəni bu pivəni reklam eləyirsən. Yəni əslində qardaşlar, necə istəyirsiniz başa düşün, vallahi deyirəm, reklam eləmirəm, burada məsləhət görürəm sadəcə. Tövsiyə eləyirəm türklər demişkən. 0-0 deyib, mən də əvvəl cahil keçmişim olduğuna görə hərdən bir istəyir adam futbola baxanda, pivəsiz futbol biraz ləzzət yoxdur. Ona görə 0-0 adamlar qarantiya veriblər mənə ki, burada yoxdur. Neçə dəfələrlə söhbət eləmişəm, ona görə rahat deyirəm. Prosta nə demək istəyirdim? Xırdalan bizi ilə işləyəndən, Xırdalan 0-0, bunu vurğulamaq istəyirəm. Bizi ilə işləyən gündən efirdə Ruslandan daha çox olub. Çünki bəzən Ruslan efir buraxıb, amma Xırdalan həmişə yanımızda olub. Buna bənzətmədi. Xırdalan elə sponsordur ki, yəni variant yoxdur səni yarı yolda qoysun. Əgər işə başlayıbsan, yəni bununla bugünkü verilişimiz sona çatdı. Gözünüzü də açıb belə baxmaq lazımdır. Bunun üstünə konkretli, bunu biraz yaxınlaşdırarsan əzizim. Alkoqolsuz. Without alcohol. Elə bilir ki, montajda bizim danışdıqlarımızı kəsib tollayacaqlar. Yəni tollayırlar, onu demək istəmirəm. Yəni deyirlər ki, orada nə içirsiniz, bu nədir, spirtlidir və yaxud da. Sən yenə qoymursan. Qardaşlar, dostlar, təzə sponsorumuz var, onu da danışırıq. Xırdalan 0-0 öz yerində. Topaz fan klubu və məntəqəsi bizimlə əməkdaşlığa başlayıb, xeyirli uğurlu olsun. Həm legalda mərc edib, həm də bonus qazanmaq artıq çox rahat olacaq. Hər 1000 manat depozitinizə görə 15 manat hədiyyə istəyirsənsə, o zaman Topaz fan klubunun mobil tətbiqini yükləyirsən və mobil tətbiqdə hər depozitdə 244-751 yığılan bonusları hər həftənin ikinci günü VBB, yəni Topazın WhatsApp nömrəsinə yazaraq həftəlik dövriyyənizə görə bonusunuzu maaş kimi ala bilərsiniz. Əgər hələ də Topaz fan klubda qeydiyyatın yoxdursa, 20.000 manat arası ilk depozitdə Topazdan 15% və voucher alarkən bir daha xatırlayırıq həmin o kodu. 244-751 voucher kodunu VBB pay seçmisinizsə, Topazdan əlavə 10%, ümumi 25% bonus qazana bilərsən. Tam buraxılışımızda Ruslan bizimlə birlikdə deyildi. Ruslan İspaniyada idi. Möhtəşəm El Clasico'nu da sağ olsun arenada birbaşa izləyib. Özdə Real Madrid və Atletico Madridin akademiyasında olub. Oradakı futbol şəraitlərini görüb, müşahidə edib və bizimlə bölüşməyə çalışdı. Nələri gördü, necə oldu, necə keçdi? Məni bir sual maraqlandırır. Hansı şəhərə getmisən? Çox mühüm bir sual, vacib sualdır. Yəni sən getdin ora, düzdür? Bəli. Biz bir-birimizi neçə vaxt tanıyırıq? Bir il olar da, yəni bu sezon başlayandan yəni yaxın ünsiyyətdir də, söhbət ondan gedir. Sən ora getdin, misal üçün, müəyyən futbolçularla görüşdün. Marcelo ilə də
3 saniyəlik yanından keçən, o sənin yanına keçəndə anekdot danışmadım, yalan demə. Mən Marcelo özü mənə dedi ki, dedi sən Alik dayanmışdım, gəldi də onlar şəkil çəkdirəm sənə. Yəni 3 saniyəlik Marcelo ilə sən profil və şəkilvi yapışdırırsan. 1 illik Ələkbərlə İsmaili sən vecvə də almırsan. Yəni biz heç it kitabında da yoxdur bizim şəklimiz. Özü mənim pastayan yanımızdasınız da, mənim yanımdasınız. Seriozno что? Ona mən en azından orada bir 3 dəqiqəlik gördüm. Yəni tez qaçdım, şəkil çəkdirdim də Marcelona. Qaç. Olmaz axı. Çəkdirməkdən ötürü bəlkə də bir 6 dəqiqə gözləmişəm. O da bilir bax. Hello, como estás? Baxır görür kimsə şəkil çəkdir. Məsələn bir, oh, yes, oh my god. Belə fırlanır görür adamlar gözlür. Təzdən özün çəkir. Sözü belə eləyir. Mən dedim ha, bir saxla görək. Yəni foto tələsirəm, gedirəm ha, oyuna Heç sözü demirdi. Ha, como estás? Ləçərro, ləçərro. Demirdi onu. Mənə demirdi, orada dayanıb gözləyənlər. Sənə deyir. O, aha, mən vecimə dedim. Marcelo dövrə, Marcelo'nun nənəsi də orada olsa, o sənə güldən ağrı bir dənə söz desəydi, mən sənə söz deyirəm. Bax, ikimizin canı üçün deyirəm. Mən bəlkə də, brat, bax, yenə deyirəm ikimizin canı. Bəlkə də dünyada heç kimlə hələ inciməmişdim, amma belə inciyərəm mən onlardan. Dedim ya. Sənə bir dənə ağır söz desə, ağır söz desə, əl qaldırsa. Doğrudan elə birinci növbədə elə məqsəd o idi ki, gedim. Çünki əvvəlcədən danışmışdım oradakı Atletico Madriddə o baş məşqçinin köməkçisi kimi çalışan Əbülfəz var, dostumuz. Hansı ki, Atletico Madriddə baş məşqçinin köməkçisi kimi çalışır, işləyir, Azərbaycanlımız. Neçə ildir? O futbolçu kimi də hardasa 10 ilə yaxındır bəlkə də İspaniya. Azərbaycanlı deyəndə Azərbaycandan gedib, yoxsa ora doğumludur? Azərbaycanlıdır, köhnə futbolist olub, oynayıb bizdə. Premyer Liqa səviyyəsində oynamayıb, amma dubl səviyyəsində oynayıb. Məni təəccübləndirən bilsən nədir? Bax, mən bir 3-4 il bundan qabaq Kiyevdə gəzirdim. O Xrişatik deyəndə, onların məşhur Targovisi. Orada gəzirdim. Nəsə söhbət zat, bir nəfər yaxınlaşdı, dedi, onlar şəkil çəkdirim sizinlə. Yaxınlaşıb şəkil çəkdirmək istəyəndə bilirəm ki, Azərbaycanla bağlı adamdır. Ukraynalılar nə bilirlər, misal üçün, oradakı gənclər bilmirlər biz kimi. Yaxınlaşdı, dedim, Azərbaycansız, bəli, nə söhbət elədik. Burada nə işləyirsiniz? Yanılmıramsa, dəqiq yadımdadır, 4 il bundan qabaq. Şaxtordayam, dedi. Hansı Vazdarsın qrupunun məşqçisi yadımdan çıxdı. Şaxtyor, Donetskin Şaxtyor komandası. Bu müharibədən qabaq idi ya, Şaxtyorun xod getdiyi vaxtlar. Mənə bir sözlə təsir eləyir. Yəni bu klublarda deyim ki, bizdə çoxdur belə adam, hə, vecimizə də almazdıq. Amma belə klublarda, məsəl üçün Atletico'da Azərbaycanlı işləyir, heç bir bilgimiz yoxdur. Şaxtyorda Azərbaycanlı işləyir, heç bir bilgimiz yoxdur. Halbuki onlarla sıx əlaqə saxlanılsa, bir tərəfdən bu futbolun təbliğatıdır, təbliğ etmək üçündür ki, bax, oğlum, qızım, futbolla yaxşı məşğul olsun, futbolist olmasın da məşqçi kimi. Bax, bizimki gedib Atletico'da işləyir, Şaxtyorda işləyir, harda işləyir. Bir, ikincisi də ki, bu transfer eləmək üçün də bir balaca bir şəraitdir də, pəncərə kimi bir şeydir də. Transferdən savayı, buranın uşaqlarını, bizim akademiya uşaqlarımızı bax elə... Bəs mən nə deyirəm? Qardaşım, bəs mən nə deyirəm? Burada zəng eləyirsən ora, deyirsən ki, qardaş, bax, məndə akademiyada 2 dənə uşaq var. Çox qəşəng oynayırlar. Bir dənə onları dəvət edir. Azərbaycan bilsən neçənci siyahıda və yerdədir o siyahıda. Hə. Yəni o akademiyaya müraciət edən ölkələr və klubları bir başa düşürəm. Yox, burada biraz Azərbaycanlılığımızı göstərək də. Xahiş eləyək ki, sən orada tək mən inanıram ki, adı nədir onun? Adam orada məşqçi işləyirsə, o yaxınlaşıb kiməsə desə ki, допустим, ən azından o uşaqlar var Azərbaycanda. Sizin siyahınızda 37 mininci yerdədir ya. Bir dənə prosta onun videosuna baxın da, bəlkə nəsə oldu da. Yəqin ki, Ruslan danışıb elə o mövzuda. Olur elə uşaqlar. Ruslanı qınayan olmasa, Ruslan çamadanda 4 dənə uşaq aparardı ora. Orada çempionatın, yəni strategiyası elədi ki, o qədər liqalar var, o qədər komandalar var. Bir dənə hansı ki, məsələn, Atletico Madridi götür və yaxud da Real'ı götür, Barcelona'nı götür. Var məsələn, performans komandası. Hansı ki, konkret birinci komandadır. Yəni, Atletico Madridin, tutaq ki, 17 yaşlarında işləyir bu adam, baş məşqçinin köməkçisidir. Var bunların performans, əsas komandası.
Hı -hı. Ondan sonra gəlir akademiya komandası. Hansı ki, onlar elə bil akademiyada olan futbolçular bu professional futbolçulardan aşağıdır. Hı -hı. Orada elə bil məşq edirlər, oynayırlar. Tam özünü yaxşı tərəfdən göstərdəndən sonra gəlib elə bura düşəcəklər. O akademiya komandasından sonra təzədən aşağı bir dənə nəsə komandalar. Orada da yenə də gəlirlər yoxlanışdan, xaricdən, Ukraynadan, Belarusdan seleksiya gəlirlər özləri. Elə bir komandası var ki, məsələn, ona ödənişli bir yerdir. Tutaq ki, mən buradan Azərbaycandan hansısa bir yaxşı futbolçumuzu göndərmək istəyirəm ora. Maşenik komanda orada. Məsələn, illik, aylıq ödənişi tutaq ki, 30 min evrodur. Göndər futbolçunu. Qalacaq orada yeməyi, içməyi, yatmağı, məşqini keçəcək. Özü oynaya bilməyəndə də deyəcəklər ki, yaxşıdır, artır bir illik abonement alın. Ödənişini verirsən zaten. Platna institut kimi bir şeydir. Gedirsən ora, sən ödəniş elədiyin üçün ona görə də sənin potensialı bu. Şərait necədir? Ümumiyyətlə necə müraciət edirlər? Ümumiyyətcə bilsən necə? Alınırmı? Bizdən müraciət edənlər varmı il ərzində? Varsa nə qədər? Məsələn, həmin o Əbülfəz özü orada çalışır və burada Azərbaycanlı futbolçu var, hansı ki, onun əlindən özü aparıb ora komandaya transfer. Məncə 3-cü divizionda bir dənə Azərbaycanlımız var, hansı ki, 3-cü divizyonun da hansısa bir liqasında bizim Azərbaycanlı bir dənə uşaq var, adını da bilmirəm, gələn verilişdə lap deyərik, vurğulayarıq. Hansı ki, orada məsələn oynayır futbol. Bunun özü də Əbülfəzdə İspaniyada oynayıb. Ondan sonra artıq görüb ki, çünki ayağında onun problemləri vardı, çapraz bağlandı, karyerasını tam yəni oynaya bilmədi və fikirləşdi ki, məşqçi kimi başlasın kurslar keçməyə. Məsələn, UEFA-nın B kateqoriyasını hansı ki, burada Azərbaycanda biz Azərbaycanda keçmişik. O məsələn Aslan müəllimlə, Kərimovla danışanda Aslan müəllim ki, məsələn tövsiyə edib ki, ona sən İspaniyadasan. Elə orada İspaniyanın özündə al yenə. Fərqi var B kateqoriyanı oradan almısan. Yox, onu demirəm. Yox, o sualım başqadır. Misal üçün mən B kateqoriyasını Azərbaycanda almışam, sən İspaniyada almısan. Təbii ki, bilgi fərqi var. Bunu hamı başa düşür. Amma o yəni VES-in fərqisi var. Məsələn deyir ki, tutaq ki, oradakı VES deyəndə onun avtoriteti də kateqoriyalı məşqçi deyəndə tutaq ki, mən bu UEFA-nın B-sini almışam. Düzdür? Məndə var. İndi A-nı oxuyuram. A-nı inşallah qismət olacaq. İnşallah. Buradakı B ilə məsələn, Ukraynadakı B ilə və yaxud da fərq etməz də hansı ölkədəki. Yəni İspaniyada həmin o B-ni oxuyub almaq, elə bil UEFA onu sənə hansısa bir proqram üzrə verir də, yəni ki, o B kateqoriyasını. Onun o incəlikləri var, B-nin içinə girib. Yox, mənim sualım başqadır. Yox, mənim sualım çox sadədir. Ona gətirirəm, imkan vermirsən. Deməyim odur ki, həmin o İspaniyada bu B-ni oxuyub bitirib B-ni alıbsa, alandan sonra mənim B-imlə həmin o Əbülfəzin B-sindən elə bil atla eşək qədər fərq var. Onlar indi sualı verim. Mən nəyi nəzərdə tuturam? Yəni atla eşək misal üçün biraz pis çıxır. Yəni bilsən necə? Eşək də özünə görə atdı belə baxanda. Prosta şeyə bax, adı nədir onun? Bax misal üçün mən hansısa komandanı məşqçilik eləmək istəyirəm. Tutalım 2-ci liqa, deyir B kateqoriyası olmasa sən gedə bilmərsən. Qardaşım, mən bu B kateqoriyası deyəndə orada qeyd olunur ki, B kateqoriyası amma İngiltərə, İtaliya, İspaniyada alınan B-lər sayılır. Azərbaycan yəni eyni də B kateqoriyası. Eyni. UEFA B kateqoriyası. Bəs onu deyirəm də, yəni sadəcə işə yanaşma. Sadəcə sənin o bilgilərin hansı ki, sən İspaniyada keçirsən B-ni, və mən məsələn keçirəm Gürcüstanda və yaxud Ukraynada və yaxud Azərbaycanda, bizdə də o kateqoriya verilən yerdə yəni Aslan Kərimov, Osman müəllim, hansılar ki o kateqoriya instruktorlar, o işi görənlər, onlar da oradakı kimi bilirlər. Onların da bilgiləri az deyil. Yox, onun söz yoxdur, əlbəttə. Onlar da bizə həmin o ən vacib sualı qardaşım. Söhbət ondan gedir. Biz nə qədər geri qalırıq? Bax İspaniyadan, digər Avropanın ölkələrindən, futbol baxımından bizim onlara çatmağımıza nə qədər var? Nədə uduzuruq? Deyəcəm qardaş. Bax bizdə bax daha çox nəyə baxıb heyrətlənirsən oradakı uşaq. Orada bizə video atıb göndərmişdin ki, süni ot örtüklü meydanlar burada da var. Amma Azərbaycandakı meydanlarla buradakı stadionların arasında dağlar qədər fərq var. Bəli. Başqa nədə uduzuruq və ora çatmağımıza nə qədər il lazımdır? Nə etməliyik, nəyi dəyişməliyik? Qabaqçı məsələn İspaniyadan indi məlumatım olduğu üçün İspanlardan deyəcəm. Stadionlar deməli 19 yaşa qədər aşağı yaş qrupların hamısı süni meydançada məşq edir. İstər Real, istər Barcelona, istər Atletico, Barcelonanı yox.
Barcelona çünki başqa bir məşqçi Qəbələnin məşqçisi ilə söhbət edəndə o dedi mən Barcelonadaydım. Onlar deyir təbii otda məşq edir. Hı hı. Onlar da başqadır. Hı -hı. Atletico Madridlə Real Madridin akademiyası 19 yaşa qədər futbolçuların hamısı Süni. süni meydançada məşq edir. Nos süni meydançada sənə deyim, yəni elə süni meydançada ki, Xalçadır. yəni ən axırıncı pokoleniyalardandır ki, orada düzdür. Bizdəki kimi deyil. Hansı ki biraz zədələnir, baxırlar görürlər vəziyyəti pisdir, sразу mütəmmadı, yəni onu dəyişirlər. Hansı ki bizim fikirlərimiz vardı, deyirdik ki, yox Avropada da hamısı təbii otda məşq edirlər. Bu zədədən qoruyur, bu nədən qoruyur, nə edir, nə var, nə fikirlərimiz belə idi də. Getdim orada gördüm məsələn deyir 19-a qədər hamı sünnidədir. Oyunlarda sünnidədir, məşqlərdə sünnidədir. Ancaq Fərq var da. 19 yaş. Yox, Gənclər- oranın sünnisi ilə buranın Buranın da sünnisi. fərqi var. Əlbəttə ki, Yəni onun onu söhbəti yox. Onun heç o barədə danışmıram. Ancaq Gənclər Liqası, hansı ki Çempionlar Liqasında çıxış edə biləcək komandadırsa, onlar təbii otda məşq edir. Çünki rəqib komandalarında oyunçular, klubları hamısı 19 yaşlılar Avropada, yəni təbii otda məşq edir. Və oyunları da təbii otda. Yəni stadion baxımından eynidir, sünidir. Sadəcə olaraq high leveldir da, yəni necə deyirlər. Sonra deməli 8 yaşına qədər 7 futbolçu ilə 7-7 oynayırlar. 7-7-yə. Eyni bizdəki. Bir qapçı 6 oyuncu. Ay sağ ol. 8 yaşından sonra bizdə keçirlər 8+1 bir dənə qapçı, 8 oyuncu. futbolçu. Ondan sonra bizdə ucu bilmirəm 12 yaşındandır yoxsa 14 yaşından mı bizdə başlayırlar 11-11. Onların fərqi nədir? 25 yaşında da 30+1 oynayırlar da İndi deyəsən. qulaq. Təsəvvür elə ki 8 yaşında bunlar oynayırlar. Hı -hı. 7-7-yə 9 yaşında bunlar da elə bil 8-8 hoca futbol yoxdur bizdəki kimi. 9 yaşından hoca başlayırlar 11-11 oynamağa. Plus 11-11 oynayıb. Konkretində girirlər özdə o taktiki aspektə girirlər, bildin necə? Konkret 9 yaşından futbolçular Və yaxşı bir məsələyə 11-11-ə başlayır, amma bizdə Bizdəki Azərbaycanda taktiki hazırlıq məşqləri ilə oradakılar arasında dağlar qədər fərq var. Orada hansı yaşa qədər artıq taktiki bilgiləri futbolçulara 9 yaşından 9 yaşında hoca başlayırlar 11-11 Taktikadan oynamağa. Bir sualım var. Orada da bütün məşqlər hamısı Əmircanov, aspektə gedir, konkret taktika gedir. Ruslan, deməli orada sən deyirsən 9 yaşdan artıq keçirlər 11-11 sisteminə Bəli. və taktiki şeylər. Orada belə şey var ki, misal üçün kimsə məşqçiyə yaxınlaşır, допустим da, bilmirəm, Sergio adlı bir məşqçi deyir, salam Sergio müəllim. O uşaq var ha, 7 nömrə. O Juan Pablo müəllimin oğludur. Onu основной sastava biraz tez salın. Var orada elə şeylər? İndi sənin sualına konkret cavab. Məşqlər konkret qapalı şəkildə keçirilir. Nə valideyn gəlib uşağın məşqini görür. Qapalı yerlərdə, akademiyalarda performans Bəs məşqçilər necə dolanır? Çörək pulu nədən çıxardır məşqçilər? Valideynləri görmürsə. Daşdan pul çıxardırlar, daşdan. Rudnikdə işləyirlər, şaxtyorlar. Daşlarında işləyirlər, qardaş, şaxtyordular. Yəni əziz dostlar, yəni təbii ki bunu lağa qoyuruq. Yəni bizdəki situasiyanı qoyuruq. Ona gətirirəm. İstedadlı uşaqlar qala-qala kimsə tapşırır, zəng eləyir, deyir, mənim oğlumu ver şeyə. Vallahi deyirəm, var elə şey. məni tanıyanlar bilir. Mən, Var. yəni Allah bütün övladları saxlasın. 2 əkiz oğlum var. Futbola yazdırmışdım ikisini də. Allah hamıya qismət eləsin. Yazdırdım, gördüm yoxdur da. Yəni həvəs yoxdur. Nə qədər məşqçi dedi ki, yox qalsın. Qalsın mən bunları oynadacağam. Dedim, yox, bunlar hansısa istedadlı uşağın yerini tuturlar. Vallahi çıxartdım onlar oradan. Əvvəlki 10 il, 15 il, 20 il əvvəlki dövrdəki kimi deyil. Gəlin etiraf eləyək. Əvvəl dayı tapşırıq daha çox idi. İndi də var, İndi də var. Demirəm yoxdur, amma əvvəlki səviyyədə deyil. Yəqin özün də bu işin içindəsən də görürsən. Davam elə. İndi istedadlı uşaqlara şans daha çox verilir. Bir dənə güldürüm. Dəli elə ona. Yəni deməyim odur ki, sən bayaq deyirsən heç ki gəlib nəsə oradan müdaxilə olmur da heç. Yəni stadionda performans qrupunda hansı ki tutaq ki Real Madridin və yaxud da Atletico'nun 11 yaşlıları məşq edir, amma qapalı şəkildə bazanın içində. Valideynlər girib məsələn məşqə orada baxa bilməz. Girib nə uşağımın məşqinə baxım, oradan polyadan nəsə qışqırım ki, pas vermə, özün oyna və yaxud da neynə. Elə şeylər yoxdur. Müəyyən bir hansı ki stadionlar var, açıq, hansı ki mən gedəndə Atletico'nun bazasına bunlar açıq məşq edirdilər. Videolarda çəkdim, şəkildə çəkdim, məsələn məşqi də izlədim.
Elə hə, okey, görə bilərsən. O da müəyyən elə bazalar var ki, orada açıq O da məşqə baxa səsini bilərsən. çıxartmamaq şərti ilə. Ha, orada da Sakit. səsini çıxarda bilmirsən və yaxud da bir dənə görsən elə Əbülfəz məşqin içindədir. Məşq prosesini soruşuram bölümdən belə gedir. Deyirəm Əbülfəz, bu mövzuda bu fitness məşqi gedirsiz də. Orada sıraz mənə deyir ki, məşq gedə yəni Nəzarət. məndən heç də soruşma, danışma. Məşqdən sonra danışacaq. Düz deyəndə mən biraz Yəni peşəkarlıqdır. Yəni peşəkar dostuna deyir, Peşəkarlıqdır qardaş. heç də soruşmaq olmaz, mən çağırmam. Mən olsa da zaten bu şeyi bilirəm. No, elə momentidir ki, pauza momentidir. Tutmamısan da indi öyrənmək Şey, ha istəyirsən. deyir ki, yəni məşqdən sonra söhbət edərik də, yəni olmaz. Dedim, ha, okey. Nəyə gətirirəm? Bazalar qapalıdır. Valideynlər girişə bilmir, dayıda girişə bilmir sən demişkən. Yəni konkret uşaqlar yönəlirlər məşqə. 7-7-dən sonra konkretlə keçirlər 11-11-ə futbola. 7-7-yə də 8 yaşından başlayır da, 8 yaşında. 9, yəni 10 yaşında uca bunlar konkret başlayırlar elə bil 11-11-ə futbol oynamağa. Həmin 11-11-ə futbolun da içində konkret taktiki işlər gedir bunlarda. Hansı ki bu uşaq uca 10-11 yaşında bilir ki, mənim mövqeyim nədir? Mən gələcəyim Busquetsiyəm və yaxud da Xavisiyəm, nə bilim Viniciusam. Təməl prinsiplər artıq 8-9 Qardaş, yaşından təməl zad aşılanır. onlarda hamısı təməl zad yoxdur. Bizdəki şeylərdə, akademiyalardakı kimi deyil, məşqçi gəlsin 9 Və yaxşı biz bu proqramları hardan götürürük? Kimdən götürürük? Söz qulaq as, uşaqlara. Mən deyirsən mən sözü kəsirəm. Bura bir də. Uşağa biz təməl Əsəbləşirəm. öyrədirik. Təməl öyrədirik. Ayağın pası burasından geç, burasından O ver. da əlifbanın Konkret, ağası. 11 yaşında olan uşaqlar, 10 yaşından sonraki 11-11 oynayırlar və klubların İspaniya futbolunun yəni şeyi budur ya, təməli budur. Yəni konkret belə gedirlər. Yəni yoxdur onlarda demirəm. 7-7-dən sonra konkret oynayırlar 11-11-ə. Və onun içində də sən təməli deyirsən, özünün fərdi məşqçin var. Qoy sənə o öyrətsin. Hansı ki, əsas komandanın o performans liqasında oynayan əsas komandanın futbolçuları, yəni o təməli deyir ki, fərdi məşqçilərimiz olmalıdır və sizin o fərdi məşqçilər keçir səni öyrədir. Top aparmaq, pas vermək, zərbə vurmaq, nə etmək. Yəni sən gəlirsən, sən görürsən yuxarı 10 yaşında, 11 Yəni yaşında olan... bizdə belə şeyləri öyrətmirlər. Yoxdur. Bizdə mən deyirlər ki, fərdi məşqi. Hazır futbolçu gəlib ora 8-9 yaşında uşaq və taktiki gəlir və 11 taktiki hazırlıqla çıxır meydana 11-11 oynayır. Yaşındakı uşaq 17, 18, 19 liqasında çıxış edən professional Realın futbolçusu, Atletico'nun futbolçusu həmin 11 yaşlı uşaqdan da meydançada həmin o tələbləri istəyirlər və həmin o futbolçular da meydançada həmin o 17-18 yaşında necə ki əsas komandanın futbolçususan qardaş. İndi Həmin o ona görə şeyləri Lamin Yamallar, səndən Pedrilər, meydançada Kubarsilər məşqçi. çıxır. Yəni nəticə. Səndən onu istəyir meydançada, hətta bu 11 yaşlı uşaqdan. Ona görə də yanaşmaları da uşaqların tam professionalcasına klub səndən nə istəyir, meydançada məşqçi səndən nə istəyir. Həmin o şeyləri konkret yerinə yetirməlisən, qulaq as. Bilməm, bir dənə sualım var, fikrimi bitirəm. O əjdahadan bizdə niyə yox? Və 11 yaşındakı uşaqlar orada oynuyor 11-11-ə professional liqada. Orada deyir Ali, təsəvvürlə skautların işləri başlayır ki, həmin o liqaya 11 yaşında Realın, Atletico'nun skautları axtarırlar oradan buradan futbolçular, yaxşı futbolçuları başlayırlar cəlb eləməyə və 11 yaşından futbolçular hansılar ki var ki, başlayırlar orada maliyyələşməyə. 500 evro alan, 1000 evro alan, 11 liqasında oynayan, 2000 evro alan və yaxud da nəsə də belənsinə tam professionalcasına yanaşma. Məşqçi də meydançada 18 yaşındakı futbolçudan, Yamaldan məsələn, nə istəyirsə, 11 yaşındakı uşaqdan da yəni məşqçilər hamısı taktiki səviyyədə gedir. Və o taktikanın içində də uşaqlar orada təməli onsuz da bunun var. Bu təməli ora gəlib, Reala gəlib düşür. Sualı belə verim. Qardaş, bizim bunlardan xəbərimiz yoxdur Azərbaycan olaraq. İspaniyada, İtaliyada, Almaniyada, nə bilim, Niderlandda belə keçirilir. Yəni adi bir dənə sənə deyin də, yəni. Və o sistemi biz niyə gətirmirik? Bizdə niyə yoxdur o əjdahadan? O niyə başqasına baxır? Onlar o cavabı mən vereyim. Onu mən sənə deyim də, adi bir dənə fərqimiz nədir? Biz 7 çox ciddi fərq. Elə bir dənə elementar detalı demək istəyirəm da. 7-7-dən sonra biz oynayırıq 2 il 9-9-a. Ondan sonra 2 il təzədən keçirik. Arada biz 4 il. Onu demirəm, adi mən şeyi demək istəyirəm. Yəni adamlar 7-7-dən sonra 8-9 yaşında 11-11 Qardaşım, sən futbola yaşında futbolçu da səbəb başqadır. Səbəb deyirəm başqadır. Qoymursan ida. Peşəkar yanaşmadır qardaşım. Peşəkar yanaşmanı bir tərəfə qoy. Bizdə istəyirdilər də Almanları gətirmişdilər də. Söhbət eləyirdim də mən adamlarla. Deyir gecə gündüz zəng eləyirlər bizə. Bayaq mən dediyim söhbətə görə. Filankəsin uşağını oynat, filankəsin uşağı ilə şeylə. Belə istəyir
3 yaşından 3-3 oynasın, 5 yaşından 5-5 heç kimi döyür orada. Qardaş, orada ancaq filan kəsin oğlu oynamalıdır, filan kəsin bacısı oğlu, qardaşı oğlu oynamalıdır. Təəssüf ki, elə şeylər var. Bəli, o idi. İndi bilmirəm. İndiki üçün heç nə deyə bilmirəm. Yəni babal yumaq istəmirəm. Amma o vaxtı belə idi də. Elə idi. İndi ola da biraz o şeylər də var. Biraz da valideynlər başlayırlar girməyə. Məşqçinin işinə qalır. Sən niyə görə? Futbolda pul var axı. Baxırlar. Puldan demirəm, ona görə gedir, oyun gedir, O gəlir. demək ki, o zaman sənin dediyin kimi qapalı meydanlarda olmalıdır məşqlər. Valideyn müdaxilə eləməməlidir. Məsafə olmalıdır. Səs səmir olmamalıdır. Sözün yaxşı mənasında uşaq kimi danışırsınız indi. Nə naif danışırsınız. Saf. Estağfurullah. Yəni sən məni düzgün başa düşdün. Bax, mən misal üçün допустим də övladımı vermişəm futbola. Düzdür? Mən deyəndə ki, pul pula görə deyir. Bir çox valideyn indi övladı, mən onlara çox gözəl başa düşürəm. Futbola yazdıranda Mbappe'nin valideynlərinə baxırlar. Bilmirəm, Yamal'ın valideynlərinə baxırlar. Neymar'ın valideynlərinə baxır ki, mən özüm həyatda допустим bir şey eləyə bilməmişəm. Oğlum futbolçu olsa milyarder olacağam. Yəni verirlər. İndi qaydaq əsas məsələyə demək istədiyim. Mən misal üçün övladımı vermişəm futbola. Gəlib məşqçi ilə söhbət eləmək istəyirəm. Mənə deyirlər stadiona girmək olmaz. Azərbaycanda bu kimi saxlayacaq. Gedib stadionun qabağında gözləyəcəm onu. O çıxanda çəkəcəm, qardaşım. Bu sən mənimsən, mən sənə hər ay mən sənə 100 manat cibə basacağam mənim oğluma şeylə. Yəni bu söhbətlərdən qurtulmaq lazımdır. Ümumiyyətlə ləğv eləmək lazımdır, güllələmək lazımdır mənəvi mənada. Olmalı, ciddi. Bu nəzarət də olmasın. İndi açıq danışaq. Gəlin hər şey əyri oturaq, düz danışaq. Bax qardaş, heç kimi misal çəkmək istəmirəm. Mən məşqçiyəm. Uşaqlarla işləyirəm. Mənə verirlər 700 manat, 800 manat, 1000 manat aya pul verirlər. Sənin övladın oynayır. Sən mənə gəlib deyirsən ki, qardaş, Allah mən sənin cibə 1000 manat basacağam hər ay. Acı reallıqdır, təəssüflər olsun. Mən məşqçiyəm, mənim ailəm var, mənim də uşaqlarım var. Bəs biz neçə ay bundan qabaq o uşaq məşqçilərlə dəyərləri düzgün eləmək lazımdır. Yerkən demişik ki, onlar qəpik quruş alırlar. 500 manata, 600 manata, 700 manata, hətta 1000 manata uşaq məşqçi pul qazanmalı deyil. Onların ciddi qiyməti olmalıdır, dəyəri olmalıdır. Çünki söhbət uşaqlardan gedir. Onlar başqa cür deyim. Uşaqla məşq eləmək, böyüklə məşq eləmək deyil. Başqa cür deyim. 1000 manat alan məşqçi, bütün məşqçilərə hörmətim sonsuzdur, bütün məşqçilərə. Amma hal-hazırda sizin tərəfdəyəm mən. 1000 manat alan məşqçidən milyonluq futbolçu sən necə tələb eləyə bilərsən yetişdirsin? Vaxtı qutaracaq. Düz deyirəm, düzdürmürəm. Elə də o gəlir məşqinə, elə məşqçilər varlar. Gəlir məşqinə, baxır görür ki, çöldə 40 dərəcə isti var avqust ayında. Deyir, başımı gün deşə-deşə. Yola verim 1 saat, 3 saatımı. Gəlir elə topu tutdu, uşaqların qabağına oynayır. Qarğa bazar. Görsən bu yanaşmamız. Orada bu nə taktika keçir? Birini deyirik, o birisinə keçirik. Bizdə ondan gedir ki, yəni o qədər ürük şeylərimiz var ki, birinci bunları düzəldək. Ondan sonra futbola keçək. 8 liqasında bayaq yadımdan çıxdı deyəm. Təsəvvürlə uşaqlara o beyinlərinə yedirlər ki, rəqabət var. Və o 8 liqasından futbolçular udmağı beyinlərinə yeridirlər ki, bax udmalıyıq ha rəqib. Psixologiya победителя da deyirlər. Psixologiya победителя ay sağ ol. Və bu da təsəvvürlə bunların taktiki baxımdan inkişafında bildin nətər böyük rol oynayır. Hansı ki udmaq. O bizdə məsələn elə akademiyalar var ki, deyirlər ki, uşaq futbolunda udmaq lazım deyil. Əsas odur ki, daha çox oynasınlar. İnkişaf eləsin. Çempionatlar keçirilsin. Udmaq, yəni beyninə salma da 15 idman. Sadəcə uşağı ortalığa çıxır. Bu uduzza da uduzmaq psixologiyası elə girir ki, bunun beyninə. Axırda o elə bir öyrəncəli kimi olur. Getdim uduzdum. Danışıb gülə-gülə. Nə beyinli fikirləşmək, nə ayda mən orada səhv elədim. Mənim səhvimdən qol vurdu. Niyə belə oldu? Komanda mənə görə uduzdu və yaxud da nə elədi? Biz məsələn uşaqlar olmuşuq. Sırtıqlaşma gedir də adamda da. Uduzandan sonra da hırıldayıb baxıb güllər heç vezlərinə deyil. Mən həmişə bunu əvvəllər bunu deyirdim ki, Azərbaycanda futbolçu olmaq təbii ki, hamıya aiddir də. Ən asan şeylərdən biridir də. Yəni işləyirsən, maaşı alırsan, bir dənə nədir? İldə bir dəfə xəcalətli gəzirsən. Avrokubokda uduzanda. Avrokuboka düşməsin, vəbşə o xəcalətli çəkmirsən. Bir dəfə özə şey kimi adına dönüm. Bir çox şeylər kimi də. Birinci dəfə adam əziyyət çəkir, ikinci dəfə şeydir, daha rahat olur, üçüncü dəfə, beşinci dəfə onu dirala vecmədir. Prosta
Mən səninlə tamamilə razıyam. 1 milyard faiz razıyam mən səninlə. Orada sən deyirsən ha 108, U8-də oynayırlar. 8 yaşlı, 7 yaşlı uşaq bilir ki, o yaxşı oynamasa, nəsə zəiflik göstərsə, onun mitilini atacaqlar, bayıra gedəcək. Bizdə Premier Liqada elə oyunçular var ki, vecinə də deyir. Vecinə də deyir. Premier Liqada oynayırlar bizdə. Təsəvvürlə atlet. Oynamır, getmir. İsmail iki məşqçi. Bir dənə məsələn Marakeşin deyir 17 yaşlıların futbolçusu var. Hansı ki Zborna 17-də oynayır Marokkoda. Atletico'nun bunların komandasındaydı. Məşqçi Real'ın bazasında da, Real'ın akademiyasında da, Atletico'nun özünün öz başqa cür futbol fəlsəfəsi var. Aşağı yaş qrupasından ana komanda, əsas komanda nə cür taktikada oynayırsa Diego Simeone. Aşağı yaş qrupasında hamısı eyni oynayır. Baskı, fiziki, bayırbanəmlə. Deməli, klubun öz strategiyası, futbol fəlsəfəsi nədirsə, A-dan tutmuş U8-ə qədər hamısını eyni. Hamısı 11 nəfər oynayır, üçlü. Yəni U8-in məşqçisi başqa taktika ilə oynayır. 17 Ana başqa. komanda baş məşqçi kimdirsə qardaş, eləsinədir. Real Madriddə eyni, Atletico Madriddə eyni, Barcelona'da eyni. Söhbət ondan gedir. Mən indi ona gətirirəm. 17 yaşlı Marokko yığmasının oyunçusu təsəvvürlə deyir, meydançada deyir, baskı yapmadığı üçün, rəqibi baskıda saxlamadığı üçün. Bariba Mohammedləri topla ayarladı deyir. Bomba futbolisti. O deyir, baskıda olmadığı üçün məşqdə oynatmır. Deyir ki, qardaş, eləməyəcəksən. Nə qədər istedadlı olursan o. Heç də oynatmadı deyir, 1 ilə yaxın deyir, oynamadı deyir, komandadan göndərlər. Və sən demiş, Alex, sənin sözünə qüvvət, təsəvvürlə rəqabət o qədər var ki, hamı məşqdə işinə elə yanaşır ki, professionaldır. Qardaşım, O 11 yaşlı uşaq da professionaldır. futboldan danışırıq ha. Biz də Azərbaycan futbolu. Söhbət ondan gedir ki, yəni tam 11 yaşlı futbolçu da maaş alır. Əsas performans komandasında birinci komandaları ana komanda, performans komandası deyilir. Sırf işləri taktiki baxımdan gedirlər və ən vacib olan İspan futbolunda ən vacib olan şey nədir? Sənin orada baxmır texnikan, taktikan, gücün, fiziki durumun, bədən quruluşun necədir? Ən birinci növbədə şeyləri qərar vermədir. Ani qərar verir. Qərar vermə. Biz ona görə biz Avropa dünya futbolundan qərar verməni sən tez eləyirsənsə, səhv elə. Səhv elə. Amma yəni ki, fikrin odur ki, bunu vermək istirdim. Orada sən qərar vermədə əgər düzgünsənsə, eşidirsən, orada başqa o şeyində, texniki planında, fiziki onlar planında, düzəldilər. onları yəni o Düzəldilər. şeylə. Amma Əlbəttə. ən birinci növbədə deyirlər qərar vermə. Və təhsilləri də konkret təhsil şöbəsi, təhsil ministerstvası. Təhsil naziri. Deyir ki, qardaş, konkret birinci növbədə sənin təhsilindir. Eyni vaxtda oxumalısan dərsi, dərsə gedirlər. Gün orta saat 2-də dərsləri bitir. Bizdə necədir amma? Akademiyada oxuyur, qulaq. Ankəsin balası oxumursa qoy idmana girsin. Qulaq. Ya da idmana veribsə neynir Ortaya oxusun? qədər dərsini oxuyurlar, hamısı konkret dərslərindən qalmamalıdırlar. Məşqlər olur saat 5-dən sonra, hansı ki məşqə gəlib gedə bilsinlər. Oyunların hamısı da 6 bazar. Və əgər deyir 5-ci gün oyun olacaqsa, o da axşam saat 7-dən sonra eləyirlər ki, yəni hamısı gəlib çata bilsin. Qardaşım, 14 liqasına qədər nə qədər görə oyunlar keçirilirsə, çempionat oyunları, yoldaşlıq görüşləri 14 liqasına qədər cəmi 14 ya 15-ə qədər cəmi bir dənə hakim idarə edir. Hakim çatdıra bilmirlər təsəvvürlə. Bakovoy sudya yoxdur, obrisi yox. Bir dənə tək hakim nə qədər yoldaşlıq çempionat oyunları gedir. Marcelonun oğlu deməli 11-dədir. Iker Casillas'ın oğlu məşq edir 11 komandasında qapıcı idi. Roberto Carlos'un özü biz gedəndən sonra gəldi, təzədən ora nəzarət edir akademiya. Deməli 14 komandasında bir dənə əsas kapitanları var, hansı ki Solaxaydı. Gələcəyin nə bilim Messi deyirlər də ona. Elə performans futbolçudur da. Təsəvvürlə heç nə demirəm. İllik kontraktı deyirlər ki 250.000 euro. 14 yaşındadır. O 15 yığmasının İspaniyanın oyunçusudur. 250.000 euro kənddən tapıblar deyir. Kənddən gəlib hansısa rayondan. Yəni bildin necə? Belə bir istedaddır. Söhbət ondan gedir. Orada nəinki onun qanararı, başqa şəhərdən gətirirlər ya da başqa ölkədən gətizdirəndə onun valideynlərini də gətizdirlər işlə təmin. İşlə təmin. 100%. Orası 100%-dür, bəli. Komfort həyat Tək yaşasın. qala bilmir, valideynləri yanındadır, bütün şəraitləri hamısını. Yəni uşaq tamamilə futbola köklənsin də, başqa bir problem. Başqa bir dərdi yox. Və yaxud valideyni işlə bağlı problemlə üzləşməsin. Konkret
təməli də oğluna. fərdi məşqçilər eləyirlər. Deyirlər ki, sənin fərdi məşqçin var, sənə top saxlamaq, top aparmaq o eləyəcək. Girdin meydançaya, qardaş 11-11-ə mən taktiki məşqlərimi yerinə yetir. Yetirə bilmədim sözəni. Xırdalan 00-ın sponsorluğu ilə tura baxışa baxırsınız. Daha bir sponsorumuz da var. Həm legalda mərc edib, həm də bonus qazanmaq artıq çox rahatdır. Hər 1000 manat depozitinizə görə 15 AZN hədiyyə istəyirsənsə, o zaman Topaz Fan Klub tətbiqində hər depozitində 244 751 voucher kodunu yazırsan, həmin o voucher kodu da aşağıda qeyd olunub. Yığılan bonusları hər həftənin ikinci günü Topazın WhatsApp nömrəsinə yazaraq həftəlik dövriyyənizə görə bonusunuzu maaş kimi alırsınız. Bax belə yeni sponsorumuz da var. Xeyirli uğurlu olsun. Xeyirli olsun. Karoçe eşitirsən qulaq as, Alex. Futbolu bitirək. Karoçe biri gəlir doktora, psixoterapevtin yanına gəlir. Lətfədir. Sən zaman biri gəlir nəsə şeyə doktora. Mən də gələcək doktor qadınla bir aydır. Yuxu görürəm, bu yuxu mənim nəsə başımı xarab edib. Denəm, doktor qaydı ki, tələsməyin, pasiyent oturun, rahat danışın, fikrinizi izah eləyin. Nədir sizin dərdiniz? Qaydı bir aydır, eyni yuxunu görürəm, yuxu elə gecə yatıram, gecə saat 3-də dururam, məni yuxu qoymur yatmağa. Məni izah eləyin, görün, bu nə yuxudur? Yuxunu yozmasını deyin mənə, nə deməkdir? Deyir, nə görürsünüz, ay pasiyent? Qaydır ki, görürəm ki, uşaq, şaqalat, qaşqaldaq. Uşaq, şaqalat, qaşqaldaq, gecə, günüz, səhərdən axşama kimi bunu görürəm yatanda. Zəhmət olmasa doktor, bu mənə deyin görüm, bu mənası nədir? Deyən kimi, burada nə var ki? Sadə bir şeydir. Get uşağıma şaqalat al da, qaşqaldaq. Neydi o bir şey, tanış? Keçdi. Qaşqaldaq demir orada. Məncə qaşqaldaq. Nasıl? Qaşqaldaq biraz bəzədim. Olaraq da. Azərbaycan. Orada qaşqaldaq deyir, başqa bir şeydi. Başqa bir kitab növü idi. Növbədə Araz Naxçıvanı təbrik edirəm. Oo, gözəl Mən təbrik. istəyirəm ki, biz çempionatın 5 oyunun 5-ini də ayrılıqda danışmayaq. Hesabları deyək. Onsuz da formal xarakter Aysa. daşıyır. Hesabları deyəcəyik və konkret olaraq hansı komandanı elə nümayəndəsi də buradadır. Onu Təbrik deyərik, etmək lazım. sadəcə Araz niyə görə Araz Naxçıvanı dedi? Qarabağı Zirəni deməli. Çünki Qarabağ Zirə artıq Avrokuboklarda təmin eləmişdi. Təmin eləmişdi. Araz Naxçıvan növbəti. Araz Naxçıvan tarixində ilk dəfə 3-cü yeri tutdu. Avrokuboklara getdi. Xeyirli uğurlu olsun. Konferans liqasında ölkəmizi təmsil eləyəcək. Turan Tovuz mövsümü 4-cü pillədə bitirdi. Bu da dəqiqdir və Turan Tovuzun Avrokuboklara yollanacağı, getməsi tək özündən asılı deyil. Qarabağ bunun üçün mütləq kubokun finalında Sabahı məğlub etməlidir ki, Turan Tovuz 4-cü komanda kimi Avrokuboklara, konferans liqasına yollansın. Səbailin düşməsi ötən turdan rəsmiləşmişdi. Səbail növbəti mövsümdə 1-ci liqada olacaq. Başqa turnir cədvəlində baxırıq, bütün məsələlərə aydınlıq gəlib. Qarabağ çempiondur, Zirə ikincidir, Araz Naxçıvan ilk üçlükdə tamamladı, Turan 52 xalla 4-cüdür. Neftçi 6 və 5-ci yer arasında qalıb. Mövsümü neçənci sırada bitirsin. Hələ dəqiq deyil Neftçi. 5-ci olacaq. Oyunlar necədir növbəti tur? Neftçi kimdən oynayır? Neftçi növbəti turda Sabahla oynayır. Orada Zaydan o gələcək. Sabah Neftçi. Heç olduğu halda Sabah Bəli. 5-ci Yəni, yerdədir. fərq var, Fərq beş, var. altı İndi baxmadan xal biri var 5-də, biri var 6-da. Yerdə ola bilər, heç bir əhəmiyyət daşımasın. Yadda qalan məlumatları ümumiləşdirib deyim və ona uyğun fikirlərimizi bildirək. Məncə Vüqar Mustafayev karyerasını bitirdi. Nəyə görə erkən yaşında bitirdi? Hətta Sumqayıtın oyundan öncə Sumqayıt futbolçuları onun üçün bir dəhliz formalaşdırdılar. Övladları ilə birlikdə. Ondan qabaq Vaqif Cavadov deyərdin də. Biz keçən vermişlər dedik ki, Vaqif ümid eləyirik ki, davam eləyəcək. Qayıdıram, gəlirəm. Bizdən bir saat sonra xəbər çıxdı. Bizdən sonra bir saat sonra xəbər çıxdı ki, rəsmi şəkildə Vaqif Cavadovla yollar ayrıldı. Amma biz ehtimal eləmişdik. Fikir verdinsə o dedim ki, orada bir mənalı qarşılanmır. Həmən günü Vaqifdən danışdım. Həmən günün axşamı Vaqiflə görüşdük biz. Yəni doğrudan yazıldığı kimi o sülhlə ayrılıblar. Yəni orada nə qırğın olub, nə heç nə. Vaqif gülə-gülə dedi, yox, problem yoxdur. Vaqif Cavadovla yollar ayrıldı. Məncə yanlış qərar verildi Sumqayıt rəhbərliyi tərəfindən. Amma Neftçi tam əksini elədi. Samir Abbasovla uzatdı. Vaqalar, caqalar, nə bilim kimlər gələcək, kimlər gedəcək.
komandanı Vurğun Hüseynov çıxarmışdı. Bildirir ki, mən məşqçi deyiləm, amma gələcəkdə məşqçi olmaq istəyərəm. Üzərimdə işləyəcəm, İki çalışacağam. oyun qalıb axıra. Bu nə adı nə idi? Sevindirici məqamlardan biri, Vallahi mən də əvvəlki başa buraxılışımızda demişdik, Azər Bağırovun Kəpəzdən ayrılma ehtimalı var, amma rəhbərlik qərar verib ki, növbəti mövsümdə də Azər Bağırov Yəni, Azər Bağırov bir də Bizim Azərbaycanlılarımız qalsın Samir işləsin Abbasov də. özü də bildirir ki, biz yeni mövsümdə daha başqa komanda olacağıq. Deyilənə görə kart blanş veriblər ona. Çox gözəl addımdır. Çox gözəl addımdır. Fərqli bir komanda ilə qarşınızda olacağıq. Bu vədləri Neftçi rəhbərliyi, Neftçi məşqçiləri, Neftçi futbolçuları nə qədər illərdir, mövsümlərdir ki, deyirlər və hələ də biz həm media nümayəndələri, həm də Mən bir sənə təklif eləyərdim, İsmail. bəxtsiz, uğursuz demirəm, bəxtsiz Neftçi fanatları, Neftçi azarkeşləri, Neftçi ailəsi nə qədər bu vədləri eşidiblər və nə qədər bu vədlərə inanmağa İsmail, mənim borcludular. təklifim var. Gəl belə eləyək. Bu dəfə də inanaq. İnanaq bu dəfə. Yox, qulaq as da. Bu dəfə, axırıncı dəfə inanaq. Gələn sezonun sonunda yenə pis nəticə olsa, onda yenə inanaq ki, ondan sonraki sezona axırıncı dəfə yenə inanaq. Yəni bu şeydir. Ya zarafat bir yana, əziz dostlar. Yəni biz şeydir. Çox gülməli komment oxudum bu yaxınlarda. Bizim verilişin altında yazıblar. Ələkbər deyir, şeydir, Neftçini əvvəl sərt danışırdı, indi danışmır, deyəsən bir zəng eləyiblər. Mülayim danışır, oxumuşdum mən. Zəng eləyiblər? Hə, Zəng eləyiblər. bəlkə özü zəng eləyib Zəng mənə, eləyiblər. qardaş. Ələkbər, qardaşım, Ələkbər 5 il qadağada olanda ailəsinə bir qəpik pul gətirməyəndə ki, nə var ki, Loyalik. mən kimə lazımdır qarşı gedirdim. Yəni mən deyəndə bizim teatrımız kimə qarşı gedirdi, heç kimin qabağında əyilmədik. 5 il əziyyət çəkdik. Yəni onda sən bu komment yazan adamlar harda idi, mən bilmirəm. Ələkbərə ancaq zəng eləyib, yəni nəsə sual verə bilərsiniz, nəsə şey eləyə bilərsiniz. Yəni tanımadığın adamın haqqına girmə. Mənim də haqqım var, halallıq verməyim belə komment yazan adamlar. Yeri gəlmişkən ürəyim açıldı. Açıldı. Şey eləyirəm, adı nədir onun? TikTok-mu sildim, sırağa gün. Bu mən şey eləmişəm, prosta da səhər tezdən maşında gedirəm. Maşında gedirəm. Yəni prosta darıxmamaq üçün baxıram bu gün dünyada nə gündür? O gündən əlaqədar təbrik edirəm. Vazilin günü əla idi amma. Vazilin günü bir günü Vazilin bayramı düşdü. Yazdım, Instagramda normal. Instagramda mənim kontingentim yaxşıdır. Yəni orada bir çox insan məni tanıyır. TikTokda başladılar yazmaq, sənin öz bayramındır, sən kimi girən adam tanımırıq, mən vallah deyirəm, oldum, doğrudan dəli oldum mən ki, Hayal kırıklığı. yox, mən neynəmişəm? Yox, kim mənə deyə bilər ki, hansısa efirdə Ona Ələkbər... görə səhifə bağlayırlar. Yox, səhifəni bağladım, niyə görə? Həmən o adamlar istəmirəm mənim səhifəmdə olsunlar. Atırsan Yaxşı adamlardan üzr istəyirəm. Yəni atırsan bloka da. Allah yox. Elə şeylər var Alik, düz deyirsən. Adam belə pis olur Yox, ki, sən heç- kimə pislik eləməmisən. Mən Hamı ilə hamı sən. qardaşım, Allahımıza and olsun deyirəm Ruslan. Ruslan ekspertlərdir. O Allahımıza and olsun deyirəm. Mən dardır. havayı işlədiyim şeyləri demirəm ha KVN-də gənc uşaqlar üçün. Bəli. Vallahi deyirəm, vaxt olub mənim hazırladığım komanda, yəni havayı yenə deyirəm işləyirdim. Mənim hazırladığım komanda oyuna çıxa bilmirdi çünki biletləri satılmamışdı. O vaxt şərt qoymuşdular. Vallahi deyirəm, sonuncu qızıl setmi çıxartıb komandaya vermişəm ki, gedin satın, oyuna çıxın. Yəni mən belə işlərlə gəlmişəm qabağa. Mənə şey eləyirlər, vazinin sənə lazımdır. O adam biraz Ona cırmıyır. görə gedin işinizlə məşğul olun. blok Nəsə qaydaq edirsən. futbola biraz əsəbləşdim hə. Bu gün yaman belə zloyca. Hə, Neftçini niyə görə deyirəm? Qardaş, bu axır vaxt qalib gəlib də adından Sabah ilə. Yeri gəlmişkən Sabahildən belə zəif ən azından birinci time çoxdandır görməmişdim mən Sabahildən. Sabah yox idi poledə. Bax, fikir verdin, Aydındır. aşağı düşməsi rəsmiləşənə qədər Sabah necə döyüşürdü? Bəli. Hər xal uğrunda necə savaşırdı. Hətta ki, bəxtinin gətirmədiyi oyunlar da var idi ki, qalib də gələ bilərdi bir neçə oyunda. Və artıq düşəcəyi rəsmiləşəndən sonra komandada da istər-istəməz toparlayıb psixoloji cəhətdən komandanı oyuna kökləmək asan olmayacaqdı. Neftçi üçün də formal xarakteri daşıyırdı. Yəni Neftçi rahatlıqla qələbə qazandı. Darboya, Salyanski. Bizdə hal-hazırda Avrokuboklara gedən komanda 3 komanda nəqdləşib də. Bu Bəli. Qarabağdır, Zirədir, Araz Araz Naxçıvandır. Düzdür? Və ehtimal var ki, Turan Tovuz komandası getsin. Düzdür? Bəli. Bəli. Baxın. Bilmirəm, sizdə var bu bilgi yoxdur. Gələn ilin büdcələri açılıb baxın.
açıqlanıb. Birinci yerdə Qarabağ 34 milyon 753 min manat. Gələn ilin büdcəsi necə indidən açıqlana bilər? Qardaşım, Bəlkə ötən ilin büdcəsi birinci yerdə bu sezon bitirdiyimiz sezon Qarabağ idi. 34 milyon 753 min. 35 Hə, 35 milyon. yuvarlaq. Birinci yerini tutdu. Düzdür? İkinci yeri tutan Zirə büdcəyə görə 4-cü yerdədir. Büdcəyə görə 4-cü yerdədir. 10 milyon manat. Hı. Üçüncü yer Araz Naxçıvan 3 milyon. büdcəyə görə 7-ci yerdədir. 6 milyon 208 min və şeyə Turan getmə ehtimalı olan Turan Tovuz 6 milyon 145 min. Yəni aşağı yuxarı Araz Sonrakılara Naxçıvandan bax. Sabah 25 milyon 26 milyondur. Sabah 26 milyondan Avrokubok yoxdur. Neftçi 28 Neftçi milyon Avrokubok. 28 milyondan yuxarı Avrokubok yoxdur. Sumqayıt 9 milyon Avrokubok yoxdur. Səbail 7 milyon 8 Düşür. milyona yaxın birinci liqaya düşdü. Onda gəl aşağı yuxarı hesablayaq. 26 28 54 milyon Sabalda nə qədər? 7 milyon. 8 milyon, 7 milyon, 61, 61 61, və Sumqayıtda nə qədər idi? 9 milyon. 9 milyon 70 milyonu milyon. bir ilə göyə bax belə səpələmək, sovurmaq bax budur. Yəni mən Azərbaycan futbolunda 70 milyon 2024-cü ilə üçün bax belə göyə sovuruldu. Neftçinin, Sabahın, Mən göyə Sumqayıtın sovruldu və deməzdim. Səbailin timsalından. sadəcə düzgün xərclənmədi. Odur ki, Düzgün xərcləməmək nədir? Göyə sovurmaq. Hə, yəni yox, ola bilər ki, desinlər ki, qardaşım, Uğursuz mən olmuşsun. yox, uğursuz yox. Mən bunu yatırım eləmişəm ki, mən indi gəncləri almışam. Bunun 5 ildən sonra bunlar partlayacaq, o da yox. Sonra idi. görəcəyik. Prosta sadəcə mənim sualım 3 komandaya, 4 komandayadır, 4 komandaya. Neftçi təbii, Sabah, İndi Sabahın Sumqayıt- şansı az da olsa var da, Kuboku qazansa gedəcək Avropa liqasına. Söhbət ən var. azından sonuncu Ən şansı azı var son da. şansı var hələ. ola bilər. Sabah yəni 26 milyonluq büdcə ilə Avroliqada gedib oynaya bilər. Bəli, Düzdürmü? bəli. Şans var hələ. No, indi gəl belə eləyək də 26 milyonluq büdcə ilə Azərbaycan Premyer Liqasında sən Ən azı 4 Avrokuboka getməyi şey eləyəsən, bir sən nə %1% şansa saxlayasan, finalı Qarabağa qarşı oynayırsan. Yəni inanmıram Qarabağ versin onu o finalı. Çünki şeydir. Avrokubokda 26 milyonu sən gətirərsən elə məşqçi qoyarsan ki, ora 26 milyonluq ikinci Qarabağ eləyər komandanı. 26 milyon verərsən elə məşqçini gətirərsən qoyarsan ora ki, o 26 milyon havaya puçalar belə gedər. gedik. Söhbət ondan gedir qardaş. Sən birinci növbədə elə məşqçi seçməlisən ki, bizim ən azından Azərbaycan çempionatımızı biraz bilsin. Və yaxud da bizim çempionat nə cür gedir, burada baş çıxartmaq olur, olmur. Ziradan danışanda məsələn Rəşad neçə vaxt Rəşad müəllim gətirdiyi futbolçular hansı ki, Papaşvili, Qafqaz Qanaxır, bilir nə var nə yox. Getmək istəyir. Kimlərsə gedəcək. Orada hə. komanda oynayır qardaş. Yaxşı futbolçuları da dalından elçilər düşəcək. Şeydir, futbol Onun- tərbiyəsi. Sumanın dalıcan necə? Yəni Sumanı gətirdiyim Spartak futbolçular da yenə deyirəm, valla gəlib bura adaptasiya eləmək çətindir. Elə bilirlər rahatdır bura. Gələ. Bu gəldi rahat oynaya bilir, variant yox deyə. Çətindir burada baş çıxartmaq. Çətin mənim qardaşım. Təbrikləri keçirik. Qarabağ çempion. Qarabağı təbrik edirik Abduşu. Zirə tarixində ilk dəfə 71 xal toplayıb. Zira artıq 2-ci ildir dalbadal. Onun bir dənə şey gətirdim, onu da şeylə. Nəysə. Mən sonra deyərəm. Naxçıvanı təbrik eləyirik. Qarabağ Zirə Araz Ay, Naxçıvan. Mənim özümü yox, sən təbrik elə də bizi. Mən Yaxşı. səni təbrik eləyirəm. Yeri gəlmişkən bu gün səhər tezdən Sun oyunçumuzla görüşmüşdüm. Mhm. Qarayevlə. Qarayevlə. Salam Bizim olsun. ürəyimizdir Salam qara, olsun. öpürəm qara. Ha. Çox sağ olun təbrikə görə doğrudan da. Yaxşı, maraqlı məqamlar danışdı mənə Millidən. Hə. Yəni Ruslan dedi ki, mənə dediyi adam. Əgər mənə dediyi söz maşinlik deyirəm, əstəğfurullah. Yox, zarafat bir yana, vallahi deyirəm. Ruslan sən söhbətin düşəndə dedi, Alik, Ruslanla yola çıxasan. Bəli. Yola çıxas. Deyirəm, mən Aranızda- Ruslanla yola çıxmamışam. Mən Ruslanla efirdə otururam. Mənə o kifayətdir. Ujum təsəvvür elə yola. Qara ilə çox priключениyalarımız olub. Deməli birində şeydəyik, Avstriyadayıq zborda. Berti Nəyi Fox'un danışırsınız? vaxtında. Nəyi danışacaqsan? Aparırlar bizi o dağlardan zaddan yekə bir dənə lotka ilə başına geyinirsən, belə kaskaza. Rafting deyirlər. Rafting, rafting, yaxşı yadıma düşdü. Sən danış. Sonra ki bizim qruppada şeydi. Elnur Allahverdiyevdir.
Mahir Şükürovdur. Kamran Ağayev. Lazımdır. Üzr istəyirəm, Mən vacib getdim. şeydir. Bence yarım saatten sonra. Yeri gəlmişkən bütün komandamızın adında bu IQ Sportsun adından Mahir Şükürovu təbrik eləyirəm. Adlısı tebrik ederim ya. Ne oldu? Gedirdin. Ara gedim. Ben tələsirəm ya qardaş. Mahir, Allah səni xoşbəxt eləsin. Xoşbəxt olsun. Təəssüflər olsun, şəxsən özüm iştirak edə bilmədim müəyyən səbəbə görə, amma təbriklərimi göndərmişdim. Oğullu qızlı olasınız, Allah sizi xoşbəxt eləsin. Ailədən daha bir futbolçu çıxsın, özü də sənin kimi, ən azı sənin qədər. Ondan da yaxşı çıxsın. Ondan da Çünki Mahir canavar kimi futbolist olub, hamımız da öz oyununla da meydansada da meydansadan qıraqda da hər şeyi göstərib. İndi isə qaydırıq, İndi isə qaydırıq. söhbətə. Milli komanda ilə Karası Berti Fox 2010'da mı o? 2011'de mi? 9'da mı? 8'de mi? Ya o kadar yere gedib ki 6 yıl oldu da o 2014'te gitti. Hansı ildi yanımda diyor. Karası Avstriyada zbordayıq. Orada bir 2 həftəlik ya 20 günlük zbora gedib. Opşu komanda. Nəsə apardılar bizi bir moment şeyə. Bir dəfə apardılar, nə bilim, o Pivnoya zada, onu bilmirəm danışmışam yoxsa yoxdur, maçdılar bizə. Putsu ilə dedilər, ağır məşq olacaq. Aysa o heç. O birisi hansısa oyundan sonra dedilər, yenə nəsə interesli belə şey var. Gedirik harasa məşqə, avtobusa mindilər, apardılar. Rafting. Çıxdıq şeyə, nəsə qarıcı rafting. Komanda bölüblər. 8 nəfərik, bir dənə elə bil arkada getdi, hansı ki təlimatları verəcək. Deyir ki, belə gedərsiniz, belə sürərsiniz. Başa sallar ki, sağ deyəndə ancaq sağdakı 4 nəfər sağ vursun. Gördük sol tərəfdəki, məsələn, qayalığa giririk. Sol deyəndə left, Balansı ancaq qorumaq. soldakı ilə qorsun. Dili kim başa düşür? Belə deyən kimi sırası mən əlimi qaldırdım ki, mən də, yəni ki, ingilis dildə öyle problem yoxdur. Nəsə qabaqda dedim, mən oturaram. Okey, nəsə şpirin işini elə. Nəsə verdim özümü qabağa. O tərəfdən qayıtdı ki, bu birisi kim bilir, ikinci kim bilir. Şey elədik. Oradan bilmirəm, kimsə uşaqlardan idi. Bastıq sağ tərəfə. Dedi, ya sağ olsa sənin deyərsən, bu tərəf olsa mən. Nəsə dağın başından o sıldırımlardan bildiyin yekə lotkadır. 9 nəfər lotkada. Hamımız da geyinmişik, bronjilet, zad o vadalaz paltarların zadına. Batmamaqdan ötürü şeylər. Hansı ay idi? Avstriyada zborda hardasa Yay olurdu. iyul, Yox, iyul, avqust bu dağ ayları. çayında yay yaydı, fərqi yaydı. yoxdur. Yox, buz kimi olur dağ çayları Onu yayda da. demirəm, fərqi nədir? Deyirəm, geyinmiş o bronjiletdə sən buz kimi tullansan da o səni keçirtmir o. Bədənin piraxlajdan olmur o şeydən. Bildin akvanavtlar geyinirik. Belə boğaza qədər. Bilirəm, Düşdük ağda aşağı bıraktılar nəsə bizi. Aa bum giririk suyun üstünə su fış ağzımızda da özü bağlanmışıq ora. Yaxşı, nə təhlükəsi var? Həyati təhlükəsi. Həyati təhlükəsi yox. Başında kaska da var, daşa da dəyə bilərsən, heç nə olmayacaq. Yəni batmayacaqsan da, heç nə olası deyil. Sadəcə olaraq o qədər belə iti axır ki, gedirsən buradan daşın üstünə qalxırsan belə bum az qala belə eləyirsən, tutasan özünü. Bilmirsən bestodan tutasan, bilmirsən özünü yapışdırasan şey ki, Əsas yıxılmayasan. təhlükəsi bilsən nədir? Adrenalindir da başa düşdün. Orqanizmdə bir dənə damar var, sıxılır, bağlanır, Ay, sağ ol, açılır. hə, Yəni o bilmirəm. perigruza düşər. Həmin belə qorxudan elə bil o yumulur bağlanır. Hələ də getmişəm də raftingə. Neyse. Olab getdik nəsə belə başlayır dalından demək məsələn left deyən ki məsələn biz buradan belə vururuq. Gördüm mən nəsə şey deyil, o deyil. Elə nə dediyini eləyirik, qutu kimi gedirik. O birislərə baxırıq, bom biri qalxdı yuxarı tərəfə. Durdu təzən papanzanı belə. Orada ölən zat var. Aldakı ilə bir 3 dənə lotkadayıq, bildin nə sən? 8 24 nəfərik. Neyse görürüm o bursa damdım biri. Dedi ya bizimkiler her şeye normal qaydada riayət edirik. Tabi ne oldu elə heç nə təhlükə zad yoxdur. Nə adrenalin yaşayın. Daldaçılara qayıtdım ki, hə ki Mahir Cizad bizim qrupda da Allah verdi ya Mahir mənim tərəfdədir. Dedim Dəli. Lef belə deyən kimi qayıtdım belədim bax. Nə desə tərsin eləyəcəm buradan. Nəsə tərsin eləyəcəm o tərəfdən qayıtdım. İndi gedirik beləsə sağ tərəfə giririk bildim nətər. Belə right. Ki sağdakılar tez belə vursunlar burnu dönsün girmiyor ora. Right belə deyən kimi mən bu tərəfdən deyirəm getdik. Biz elə bir daydığımız yerə daha da möhkəmləririk. Burnu belə də bam qalxdıq şular belə ki. Bir dənə belə sıra dağlaşına bax. Spirin asıyla left. Neyse belə deyəcəm mən deyirsən başqa şey deyirəm. Dönəməz. Sola deyir bu tərəfdən verir. Sağ. Bam. Baxdı gördü ki o dağdakı git. Aləm bir-birinə qatmışam da bildin nətər ortadan qatan belə mənəm. Qaska başımdadır. Nəsə left dedi. Mən bir dənə də right deyən kimi bunlar təzdən burnu qayataram. Titanik'i batıran kimi. Sağa vurdum beynə kimi. Bir də gördüm daldan kəlləmin ortasına nəsə belədir bax. Belə qoyan kimi Veslonu. O belə eləyən şey.
Bam tepeme değen kimi Vestel'ın şey düştü suya. Ben daldım taxtada başa bak. İşte bir bam. Bam böyle koyma için. Ne varsa aşırı da. Burada bir de. Oh sorry. Neyse bunun şeyi yoktu ki. Koydu başımda kırıldı. Oradan bəs o rulü yoxdur da. Rolü yoktu daldan Regulovka elə bilmir. 8-ci orada 2 onun əlindən təzdən vermiş. Ükə sancan dalını Regulovka elə gələn bura. Nasıl geldi düşdü dedi mən Mister sorry. Koça demərsən da ki bəs belə dedi no problem. Elə də gəldi ki axırdaca tullanırıq da sudan. Tullandıq qırıcı. Bildiyin aləmi qatdım bir-birinə də. Bro, mən sənə bir dənə söz deyim, sən hər zbordan nə? Nəsə onu çıxardırdıq. Sən olur da o yadda qalan şeylər odur da. Neyse bir gün bir dənə Mehmet nəsə gəlir aeroporta işə düzəlir Vışqaya. Təlimat gəlir. Mən pilot 757 oradan təlimatlar verin nəsə. Mehmet birinci dəfə düzəlib ora xəbər yox. İşdən gedişatdan nə varlar. Bir riski gəlir, zvanok gəlir. Bəli, buyurun eşidirəm. Mən Boeing 757-nin pilotu, baş pilot nə bilim filankəs bizim təyyarədə qəza baş vermişdi. 4 dənə mühərrikin 4'ü də sıradan çıxıb. Mənə zəhmət olmasa tez təlimat verin. Necə yeni şeyləyin. Mənə tez şeyləri belə verin. Məhəmməd aşağıdan bir bax. Bir mənə diqqətlə qulaq asın. Mən dediklərimi təkrar edin. Əşhədü ənna ləhə illallah. Varyant yok. 4'ü de çözüp matematik. Çireceksin. Şerbe şehadetidir değil. Biri de qalmayıb. Yoktu. Varyant yoktu. 4'ü də dayanıb. Avrokuboklar artıq bəllidir də, aşağı yuxarı. Qarabağ, Zirə, Araz bunlar dəqiqdir. Bəli. İndi qalır ya Turan ya Sabah. Klublarımızın hansı mövqeləri güclənməlidir Avrokuboklar üçün? Qarabağdan danışmışıq. Elə mövzunu Araz Naxçıvandan qardaş. Araz Naxçıvanın hansı mövqeləri və daha hansı futbolçularla, neçə futbolçularla güclənməlidir? Onlar hamısı yəqin ki baş məşqçi ilə və klub rəhbəri ilə oturulacaq. Dedi ki 50% komanda dəyişəcək Avrokuboklara. Ona görə də qardaş, yəni o şeyləri hansı ki komandanın içində olan baş verən şeylər nə sən nə mən heç kimimizin məlumatı yox. Biz Yox, kənardan Kim olacaq? Yəni nə gördüklərimiz kənardan görsənən şeylərdir hansı ki hamı istəyir ki doğrudan da komandalarımız daha da güclənsin və lazımi səviyyədə bizi Avropada təmsil eləsin. Yəni Baş məşqçi də rəhbərlik də istəyir Araz Naxçıvan olmasın da başqa komandalara hamısı Qarabağın da özü belə yəni oturub bir dəqiqə belə baş sındırırlar ki neyniyək necə ilə nətər eləyək. Bu çempionatın son oyununda yola bir variantı var. Mediada. Nəsə elə bir variant. Beşiktaşda oynayan. Yəni hər bir mövqeyə görə 15 il bundan qabaq oynayıb Beşiktaşda. olsun da Beşiktaşda 15 il bundan qabaq də Emil Mpenza da oynayırdı Belçika milləsində. Neftçiyə gəldi. Neftçidə elə oyunlar vardı məsələn kömək elədi. Azərbaycan çempionatında kuboklar üçün danışır. Yəni Abu Bakar deyirsən yəni qozadır da nə qədər qoza olsa da yəni optu var da gələcək zaşot optu o qədər futbolçular var ki gəlib burada. Orada oynadı. Qarabağa 9 nömrə lazımdır, vacib. Mahir Emreli yenə hat-trick elədi. O Mahiri Mahir maşallah canavarsan Mahir öpürəm səni qardaş. Öpürəm belə də davam et. Dalaşdı öz klubu ilə amma Almaniyada qalmaq istəyir. Hətta ona Kaiserslautern-lə də təkliflər gəlir. İkinci Bundesliqadan da, əsas Bundesliqadan da ötən həftə Sankt Pauli'nin adı hallanırdı. Sankt Pauli'də qaldı ya Bundesliqa. Sənin sözünə qüvvət isi. Hamımızın da bu dəqiqə hal-hazırda yəni ki müzakirə olunan mövzu odur. İnternetdə də yazırlar, pismilərdə də, hamıda bütün məlumat yerlərində. Bu dəqiqə neçə gündə azıq Mahir haqqında yazırıq. Allah eləsin təki gözə gəlməsin. Bir də istəyimiz nədir? Bax qalsın elə orada Mahir. Qalsın. Gəlmə qardaş Azərbaycana. Təklif olunsun. Gəlmə elə bizi orada təmsil elə qardaş. Bax beləsinə sükanı. Bizi elə oradan sevindir. Bura gəlməyə ehtiyac yoxdur. Orada qalsın. Qarabağa mütləq hücumçu lazımdır. 9 nömrə mövqeyi, müdafiə. Mən də elə fikirləşirəm, bəli. Olar. Müdafiənin cinahları. Zirə maşallah olsun, bəlkə də bu mənim şəxsi fikrimdir. Bu il Azərbaycan çempionatının ən yaxşı, ən güclü hücum xətti Zirədədir. Bu əgər hücum xəttini qoruyub saxlaya bilsə, yan yörəsini bir az da gücləndirə bilsə, Rəşad Sadıqov mənə elə gəlir Avrokuboklarda uğurlu nəticə. Bəli. Mən də inanıram. Araz Naxçıvan məncə 50% deyirlər, amma məncə tamamilə dəyişməlidir. Çünki biz qışda o zədəli futbolçuların, cəzalı futbolçuların olduğu Araz Naxçıvandakı ciddi problemlərin nə qədər çox olduğunu gördük. Bəli. Məncə 50%. Yəni hələ bilançına sastavla Tovuz, Qurban Berdiyev varsa,
komanda gec-tez yığılacaq. 100%. Və Qurban Birdiyev Turan Tovuzun gələcək layihəsinin bir tərkib hissəsidirsə, Ehtiram müəllim tərəfindən etimad göstərilirsə, Qurban Birdiyev bu komandanı dirçəldəcək, özə necə lazımdır dirçəldəcək. Hətta elə bir hədəf qoyulub ki, bu il Avrokuboklara getməsə belə olar. Sənin bayaqki o şeyinlə dediyin o cümlə ilə biraz razılaşmıram. Hansı? Nə mənada Araz Naxçıvan haqqında deyib mütləq dəyişilməlidir. Yəni həmin o zədəli futbolçular hansı ki komandada gəlib özünü aşağı performans göstərənlər, lazımi dərəcədə yəni çıxış edə bilməyənlər, həmin o oyunçularla, zədəlilərlə, nə bilim o hal-hazırda olan üçüncü bitirdilərsə, yəni onların da böyük əməyi. Ruslan, amma Avrokuboklarda yerdə bitirməyinin səbəbi ilk 2 dövrədə qazandığı. qışa qədər olandır da. Ondan sonra zədələr qalib gələ Ona da onlar elədi də. Başqa komandalardan da vərəsəlik qalmadı ki onlar üçün. Əlbəttə ki, qardaş, mən xallarımı qazanmışam, o birisi komandalar onlar da xal itirdilər, gəlib çata bilmədilər. Kəpəz iddialı olacaq növbəti mövsümdə. Təbii. Sumqayıt iddialı olacaq növbəti mövsümdə. Qəbələ, Karvan, İmişli gəlir. Onlar iddialı olmağa çalışacaqlar. Neftçi deyilənə görə başqa bir komanda olacaq, Samir Abbasov deyir. Yenə də yalandan da olsa, qeyri-səmimi də olsa Karvan inanmaq İmişlidə biraz başqa situasiya. Karvan İmişli bu Premyer Liqada özünü göstərmək istəyəcək, amma Qəbələ qayıdıb dərhal nəsə konkret yəni Avrokuboklar oynayacaqlar qardaş. Və verilişin sonunda mən də bir təbrik deyir, uğurlar arzulamaq istəyirəm. Mayın 21-i futsal üzrə dünya çempionatı başlayır Azərbaycanda. Azərbaycan milli yığmamız mini futbol üzr istəyirəm, mini futbol üzrə. Azərbaycan yığmamız orada iştirak eləyir, milli yığmamız. Hal-hazırda yox, Avropa çempionları deyilik də hal-hazırda, amma Avropa çempionu olmuşuq. Dünya çempionatında son 4 komanda yarım finalda Qazaxıstan olmuşuq da deyəsən. Komandaya uğurlar və hamımıza təklif eləyərdim ki, Milli Gimnastika Arenasına gedib komandamızı dəstək eləyək. Sağ olun, özünüzdən bu həftəlik bu qədər futbol gündəmini zəbt edən futbol mövzuları ilə bağlı tura baxış öz baxışını sizə çatdırmağa çalışacaq. Sponsorlarımızı bir daha xatırladım. Xırdalan 00-ın sponsorluğu ilə IQ Sportsun media layihəsi olan tura baxış bu dəfəki buraxılışını yekunlaşdırdı. Daha bir sponsorumuz var ki, bir daha xeyirli uğurlu olsun. Həm legalda mərc edib, həm də bonus qazanmaq artıq çox rahatdır. Hər 1000 manat depozitinizə görə 15 AZN hədiyyə istəyirsənsə, o zaman Topaz Fan Klub mobil tətbiqini yükləyirsən, hər depozitdə 244-751 voucher kodunu, bu voucher kodu da aşağıda qeyd olunub, əks olunub, o kodu yazırsan və yığılan bonusları hər həftənin ikinci günü VBB Topazın WhatsApp nömrəsinə yazaraq həftəlik dövriyyənizə görə bonusu maaş kimi alırsınız. Topaz Fan Klub, yükləyin bu proqramı, məntəqələri də var. Ümumiyyətlə, mərc həvəskarları üçün yaxşı bir fürsətdir, xeyirli uğurlu olsun. Təşəkkür edirik hər birimizə, kanalımıza abunə olmağı unutmayın, öz fikirlərinizi bildirin, yazın. Mövsüm bitir, çempionat bitir, amma biz işimizi davam etdirəcəyik, müxtəlif layihələrlə qarşınızda olmağa çalışacağıq. Bizim işimizi hələ bitirmə fikrimiz yoxdur. Sağ olun, əziz tamaşaçılar, təşəkkür edirik. Altda sual verilənlərə çalışın, kommentlərinizi yazın. Nə istəkləriniz var, nə arzularınız varsa bildirə bilərsiniz. Sağ olun, salamat qalın. Sağ olun. Arrivederci.